Amerika Birləşmiş Ştatları administrasiyasında baş verən dəyişiklik, üstəlik Prezident Donald Trump'ın ənənəvi enerji resurslarına daha çox üstünlük verməsi, bir zamanlar Bakını hədəf alan dairələri mövqelərinin tamamilə dəyişmək məcburiyyətində qoydu. Bu, faktiki Prezident İlham Əliyevin ənənəvi enerjinin əhəmiyyəti və qazıntı yanacağı üzrə layihələrin aktuallığı ilə bağlı dediklərinin tam təsdiqi sayılmalıdır. Yəni, faydalı qazıntıya münasibətdə qorxu keçirən, Bakıya bu istiqamətdə vacib layihələri icra etmək üçün maliyyə ayırmaqdan boyun qaçıran həmin o maliyyə institutları pragmatik, realist yanaşmaya keçid etməlidir. Həftə içi Türkiyənin Rize şəhərinə baş tutan 2-ci Beynəlxalq Ayder Enerji Forumuna toplaşan ekspertlər də ənənəvi enerji növlərinin inkişafı və bu inkişafda Azərbaycanın oynadığı strateji rola bir daha aydınlıq gətirdilər. Gəlin izləyək. Əsrarəngiz təbiəti ilə diqqət çəkən Rize. Bura bir gündə 4 fəsl yaşadan nadir bölgələrdən biridir. Ancaq mən sizə bu dəfə Rize'nin füsunkar təbiətindən yox, onun az bilinən, amma strateji əhəmiyyət daşıyan enerjisindən danışacağım. Çünki həm də nəzərə almaq lazımdır ki, Rize Türkiyənin enerji potensialı yüksək olan bölgələrindən biridir və bu potensial əsasən bərpa olunan enerjidən gəlir. Enerji artıq bugün təhlükəsizliyin açarı, diplomatiyanın dili, gələcəyin yol xəritəsidir. 2-ci Beynəlxalq Ayder Enerji Forumu bir daha göstərdi ki, enerji artıq sadəcə resurs deyil, qlobal güc alətidir. Məhz bu kontekstdən baxdıqda isə onu demək mümkündür ki, Qafqaz regionu, xüsusilə Azərbaycan bu gücün əsas beşiyidir. Uluslararası Ayder Forumu'nda biz çok farklı konuları gündeme getiriyoruz. Bu seneki programın ana teması enerji oldu ve enerjide özellikle bölgesel işbirliğine baktığınızda Azerbaycan'la Türkiye arasındaki emektaşlık hakikaten çok üst düzeyde ve birçok uluslararası projeyi hayata geçirdik. Yani bu anlamda Azerbaycan Türkiye ile birlikte hem Türkiye'nin arz güvenliğine hem de Avrupa'nın arz güvenliğine çok önemli katkılar sağlıyor. Konuşmamda ifade ettiğim Bakü-Tiflis-Ceyhan boru hattı, TANAP boru hattı, Bakü-Tiflis-Erzurum boru hattı projeleriyle hem petrolde hem de doğalgazda çok önemli projeleri iki Cumhurbaşkanımızın bir millet iki devlet anlayışı içerisinde o büyük vizyon kapsamında hayata geçirdik ve bu projeler artarak, büyüyerek devam ediyor. Təbii ehtiyatlar, bərpa olunan enerji, strateji mövqe və etibarlı tərəfdaşlıq Azərbaycanı enerji diplomatiyasında daha da ön sıraya çıxarır desək, yanılmarıq. Bu yönüyle enerjiye her geçen gün ihtiyaç duyulacak. Her geçen gün enerji kullanımımız, sarfiyatımız artıyor. Bu doğrultuda bu üretim proseslerimiz muhakkak artırılması lazım, çeşitlendirmemiz lazım. Bu yönüyle Azerbaycan Türkiye'ye göre çok daha avantajlı, çok daha altyapı zenginliği olarak karbon, petrol ve türevleriyle ilgili önemli bir rezervleri var. Tabi bu rezervlerin dünyaya satılması var, iletilmesi var, nakledilmesi var. Biz yakın coğrafyadayız, birbirimize kardeşiz ve neredeyse bitişiyiz yani. Bu yönüyle en fazla çalışılabildiği, en fazla çalışabileceğimiz Türkiye ile Azerbaycan. O yönüyle bir kardeşlik var. Sonuçta birbirimizin her türlü dayanışmasında birlikteyiz. Bəs Ayder Forumu Azərbaycana hansı yeni fürsətlər təqdim edir? Cavab olduqca aydındır. Enerji siyasəti ilə təhlükəsizlik və diplomatiya arasında əlaqəni gücləndirmək və ən əsası Azərbaycana bərpa olunan enerji, innovativ texnologiyalar və xarici investisiyalar baxımından yeni fürsətlər açır. Türkiyə ilə bilirsiniz, Azərbaycanın strateji enerji tərəfdaşlığı var. Bir sıra strateji enerji layihələri həyata keçirilib 10 illiklər ərzində. Həm bu Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Erzurum, Cənub Qaz Dəhlizi, TANAP layihəsi və eyni zamanda hal-hazırda biz ənənəvi enerji ilə yanaşı artıq elektrik ötürülməsi Türkiyəyə, yaşıl enerji sahəsində də əməkdaşlığa başlayırıq. Azərbaycandan Türkiyəyə, Naxçıvandan elektrik enerjisi ixracı məsələləri nəzərdən keçirilir.
çox strateji və önəmli bu proseslərdən biridir. Zəngəzur trip vasitəsilə perspektivdə bu dəhliz vasitəsilə Türkiyəyə yeni enerji güclərinin nəqli nəzərdə tutulur. Və Türkiyə ilə təbii ki, biz bu mövcud əməkdaşlığı, strateji əməkdaşlığı daha da dərinləşdirmək niyyətindəyik. Bu hər iki dövlətin, hökumətin maraqlarına cavab verir. Biz şirket olarak Azerbaycan bizim kardeş ülkemiz, kendimizi kendi ülkemiz gibi hissettiğimiz bir yer olduğu için yatırım sırasında kesinlikle görmek istiyoruz. Bununla ilgili olarak en son yapılan ihaleleri, piyasayı takip ediyoruz. Bazı ihalelerdeki karlılıkları sorguluyoruz, onları inceliyoruz. Bankacılık sektörünü inceliyoruz ve ümit ediyoruz ki Azerbaycan bizlere bu imkanları sunacak. Forum eyni zamanda Azərbaycan və Türkiyə arasında qaz, elektrik enerjisi və xüsusilə bərpa olunan enerji sahələrində yeni əməkdaşlıq imkanlarının əsasını qoyur. Bugünkü dünyanın en büyük problemlerinden biri olan iklim dəyişmələridir ki, o iklim dəyişmələri fonunda yaşıl enerjiyə keçid, bərpa olunan enerjinin belə deyək ki, istehsalının artırılması vacib məsələlərdən biridir. Ayder forumunda qoyulan məsələlərdən də böyük bir hissəsi həmin yaşıl enerjiyə əldə olunması və həmin yaşıl enerjinin belə deyək ki, gələcək perspektivlərinin daha açmaq, bunun üçün nə etmək lazım olduğunu müzakirə eləməkdir və bugünkü forumun da əsas fəlsəfəsini bu təşkil edir və eyni zamanda nüvə enerjisinin də artıq burada yaşıl enerji kimi təqdim olunması məsələləri var. Enerji siyasetinin artık temeli dünyada Karadeniz bölgesine oturmakta ve Türkiye, Azerbaycan ekseninde çözümleriyle dünyaya bir açılım yapabilmekte, ferahlık yapabilmesine imkan sağlar. Çünkü Bakü, Azerbaycan dışında baktığımızda Kazak petrollerinin, Türkmen petrollerinin ya da doğal gazlarının Hazar geçiş koridoruyla Azerbaycan'a, oradan da Türkiye ve batıya doğru akmasına büyük imkan sağlayacak. Bunların hepsi stratejik işbirliğimizin daha da derinleşmesine katkı yapacağı kanısındayım. Bununla da Qara dənizin sahilindən verilən mesaj kifayət qədər aydın idi. Enerjini yaxşı idarə edən təhlükəsizliyi, enerjini yaxşı yönəldən isə gələcəyə formalaşdırır. Fidan Mahmudova, Kamran İsayev, Rize, Türkiyə, xüsusi olaraq həftə üçün.